Yasamal rayonun Mida yaşayış kompleksində qanuni 2 otaqlı mənzil kiraya verilir. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takip etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda Şərifzadə küçəsində yerləşən 3 saylı Asan xidmətin arxasında, təxminən 500-600 metrlik məsafəsində yeni salınmış Mida yaşayış kompleksində 9 mərtəbəli yeni inşa olunmuş binanın 6-cı mərtəbəsində ümumi sahəsi 60 kvadrat olan qanuni 2 otaqlı, tam təmirli və bununla bərabər tam əşyalı mənzil ailə olmaq şərti ilə uzun müddətli kiraya verilir. Videomuzu sonadək izləyin ki, qiyməti haqqında da məlumatınız olsun. Əvvəlcədən məlumat verim ki, Mida yaşayış kompleksi yeni salınmasına baxmayaraq, daxilində 2 məktəb, 2 bağça və bütün yaşayış obyektləri fəaliyyət göstərir. Binanın qazı, suyu, işığı daimidir, isitmə sistemi kombidir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə kömək göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Mida yaşayış kompleksində, 9 mərtəbəli yeni inşa olunmuş binanın 6-cı mərtəbəsində. Ümumi sahəsi 60 kvadrat olan qanuni 2 otaqlı, tam təmirli və bununla bərabər tam əşyalı mənzildir. Binanın qazı, suyu, işığı əvvəldə də bildirdiyim kimi daimidir. Yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər 9, 10 və 7B nömrəli avtobus xətlərinin sonuncu dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Dəyərli izləyicilər, bu mənzilin aylıq kirayə haqqı 600 manatdır. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.